aldınız və bu barədə Nizami Məhərrəmov bildirib ki, Çinci Elgiz Qənizadə deyir ki, 30.000 əlavə ödəniş eləsin, başqa yerlərdə pul ödəməliyik ki, həmən şəxsi azadlığa buraxsınlar. Və bu da 30.000 yenidən əlavə ödəniş eləyib Elgiz Qənizadəyə, lakin həbs edilən şəxs hal-hazırda da həbsdədir. Bu proses baş verib 2024-cü ilin sentyabr-oktyabr aylarında başlayıb. Xalid Kərimovun mənə atdığı səs yazılarının, sonra WhatsApp yazışmalarını sizinlə paylaşıram ki, baxın, Nüşabə Ağayevanın danışığını sizinlə paylaşıram. Çoxdur danışıqları, mən orada hansılar ki, bizə lazım ola biləcək səs yazılarıdır, onları sizinlə bölüşürəm. Diqqətlə qulaq asın səs yazılarına. Rahatlaşırlar. Sonra sən bu prokurora, hakimə deyə bilirsən ki, bu məsələ həll eləyək, hörmətinizdə olunsun. Demirəm. Onda biz bu... Yanımda olanda. Yox, mən... Elgizin yanına gedib çıxmağı? Birinci... Mən Elgizin yanına gedib çıxmaq. Bizim birinci məqsədimiz o idi ki, o sənin şəxsiyyətini, rəqətini alçaldıb. Sən bunu ne deyibdi, sən də ona pislik eləmək istəyirəm. O prokuror. Ermənistanlıdır. O prokurorun... Biraz qısa kəsirəm ki, bu şeyləri, çünki video sujetimizə hamısını yerləşdirə bilim. Deməli, Nüşabə Ağayevlə bağlı Xalid Kərimov şikayət edib, Anar Bağırova vəkil kolleqaların sədri Anar Bağırova Nüşabə Ağayeva ilə bağlı şikayət edib ki, bu insan hər kəs təhqir edir, söyüşlə danışır və pul müqabilində kimi istəyirsiniz həbs etdirməyə çalışan bir şəxsdir. Şikayət olunub, amma Anar Bağırov Nüşabə Ağayevaya 600 manat cərimə yazıb. Mən buradan hər kəsə səslənirəm ki, diqqətlə bu şəxsin şəklini yadınızda saxlayın ki, sabah sizin də başınıza bu insana bir oyun açmasın. Növbəti səs Nizami Məhərrəmovun səs yazısıdır, müstəntiqdir. Diqqətlə qulaq asın, Elgiz Qənizadə bağlı danışıqları dilə gətirir buradakı prosesdən. Özünüzdə təqribi başa düşəcəksiniz ki, proses nədir. Eşidirsən, səhv deyirəm, dənə səhv deyirəm. Mənə Nüşabə gətirib Elgizin yanına. Oradan da Elgiz səni çağırıb. Nə eləmişsən? Başa bir hələ görüm nə eləmişsən hələ. Nə eləmişəmsə də eləmişəm də. Dünənə qədər nə elədiklərimi deyirdim, nəsə həll olurdu. Ay, onu bildim. İndi sən bu addımı atmısan, atmamısan. Salman mənə deyir ki, bu bunu eləyibdir. Mənə düzünü de biz ikimizin adını bil. Atmışam. Sən çox böyük səfirəmsən. Sən özünü də, sən çox böyük səfirəmsən. Sən gərək bu hərəkəti eləməyərdin. Oturub məsləhətləşərdin, biz sənə bir yol göstərərdik. Bəlkə razılaşacaqdıq. Nə yol göstərirsən? Bax, 7 dəfə yığmışdım. Nə yol göstərirsiniz mənə? Mən səndən təhlükdə danışıram. De görüm, bu hərəkəti eləməmsənsə, dayan, heç nə eləmə. Məsləhətləşər, bir şey fikirləşəcəyik. Nə fikirləşəsən də, nə? Qardaş, nə lazımsa eləyəcəyik də, səni razı salacaq. Yox da,